Bu ise benim enginarım. Bir iki güne bunu yiyecek. Kesip bu başını pişireceğim. Menene basıp. Bunda menene kaynatacağım. Bak böyle bir bunlardan götürüp yiyecek. Çok lezzetli bir şey alınır. Enginar. Burada bunun şəraiti yaxşıdır deyə görsünüz razı neçə enginar olur. Bütün her yerden bal isi gelir. Piyonlarım, güzel piyonlarım. Bu ise Santalina можжевика listnaya. Yani Santalina ardış yarpaqlı. Santalina. Bu kalistamondur. Bugün sabah çiçeği açacaq. Kalistamonu da hörmüşəm. Bax belə hamısı bir-birinə birləşib. Heç bunları istəsən də ayıra bilməzsən. Olub belə hörüklü kalistamon. Görüş ağacı. Bir də ağcaqayın. Aha, arı da gəldi. Ağcaqayının Palevoy ağcaqayın deyirlər. Balaca yarpaqlı. Bunları mən belə hörmüşəm. Buna qırım bu lazım deyil. Bax, bunları belə mən hörmüşəm. Gör necə birləşibdir bunlar bir-birinə. Sıvarqalanıblar. Görüş ağacına. Ayda arılar su içməyə gəlmişlər. Arıları yer düzəltmişəm. Bunlar buradan su içirlər, damcılayır. Ay arı. Mən sənin üçün orada qəşəng kulturlu yer düzəltmişəm. Asparagusun çiçeği açacaq. Asparagus görüm. Arılar buna oturacaq yoxsa yox. Asparagus. Bax, nə boyda. Spireyə də arı yoxdur. Nə spireyə də, nə buldenejdə kalina. Arı yoxdur. Bay bay bay. Çəkil yotunun üstündə davadır. Miçək də var. Eşək arısı da var. Ne kadar arı var burada. Bal arısı da var. Tak что çok böcek, heyvan, arı kimilər faydalanır bu timyandan. Bu əsl timyandır, timyan. Yəni çəkli yotunun bir növü. Bak burada yarpaqlar biraz parıldayır. Bunda ise parıldamır. Bunun çiçeği biraz çok rozvudur. Çok çəhrayıdır. Bu ise biraz açıktı rengi.